Amniyotik maye sadəcə sudan ibarətdir. Bu mifdir. Belə ki, amniyotik maye zülallar, hormonlar, dölün bədən səthindən tökülən hüceyrələr, böbrəkdən ifraz olunan maddələrdən ibarətdir. Ona görə də amniyotik maye təkcə sudan ibarət deyil, dölün inkişafını təmin edən bioloji aktiv maddədir. Mayenin miqdarı önəmli deyil. Bu da mifdir. Belə ki, əgər dölyanı maye miqdarı çox olarsa, bu polihidramnion adlanır və dölün qida borusunun və bir sıra yanaşı genetik xəstəliklərin inkişafındakı anomaliyalarla bağlı ola bilir. Əksinə, amnion mayenin azlığı, oligohidramnion da böbrəklərin inkişafında problemlərlə bağlı ola bilir ki, bu da göstərir ki, dölyanın maye miqdarının az və ya çox olmağı mühüm əhəmiyyət kəsb edir. Amniyotik maye sadəcə körpəni qoruyur. Gerçək demək olar belə ki, amniyotik maye körpəni ətraf təsirlərdən qoruyur. Az maye varsa, ana çox su içməlidir. Burada doğruluq payı var. Belə ki, ilk aylarda dölyanın mayenin miqdarı ana qanından süzülür və ananın qəbul etdiyi mayədən asılıdır. Amma irəli həftələrdə dölyanın mayenin formalaşmasında dölün böbrəkləri, tənəffüs hərəkətləri iştirak edir. Ona görə də bu sualı həm mif, həm də gerçək kimi qəbul etmək olar.